Salam aleykum. Demək, qarışqa aldehidi oksidləşir gümüş piroksidin amoniakda məhulundan əmələ gəlir qarışqa turşusu və 2 gümüş. Ancaq bu oksidləşməyə davam edir. Bu zaman əmələ gəlir karbon dioksid, 2 dənə gümüş və su. İndi burada nəyə fikir vermək lazımdır? Burada bu qarışqa aldehidindən qurtardıq. Sonra gəlir burada sirkə aldehidi. Sirkə aldehidi də reaksiya daxil olur, əmələ gəlir sirkə turşusu, üstə gələk gümüş. Biz bunu x mol qəbul edirik. Onda bu da x-dır, bu da x-dır, bu da x-dır. Və həmin bu gəlir x burada davam eləyir. Bu da x-dır, bu da x-dır, bu da x-dır, bu da x-dır. Bu isə y-dir, 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 y-dir. Və görürsünüz ki, burada qarışqa aldehidi və sirkə aldehidi 10,4 qramdır. Yəni 30x üstə gəlir 44y bərabərdir 10,4. Və burada ayrılan bərk qalıq, yəni gümüş qatı sülfatla reaksiya daxil olur. Yəni gümüş üstə gəl H2SO4 qatı əmələ gəlir gümüş 2SO4, SO2 və su. Bura 2 yazıram. Kür sağda 2 dənə, bura 2 yazıram. Hidrogen solda 4 dənədir. Burada 2 yazıram. Bu zaman 11,2 litr qaz alınır. Bura yazıram 22,4. Sonra burada bizə lazım gümüşü molla tapıram. Bura 2 yazıram. 1 eləyir. Nü buradan bərabərdir 1 mol gümüş. Bunu buradan pozduram. Tapdım ki, gümüş 1 moldur. Gümüş 1 burada var, 2x. 1 burada var, 2x elə də 4x. Üstə gələk 2y də buradadır. Və bunların cəmi neçəyə bərabərdir? Artıq 1-ə bayaq dedim. Hər tərəfi buradan biz bölürük 2-yə. Onda olacaqdır 2x plus y bərabərdir 0,5. Y də bərabərdir 0,5 çıx 2x. Yuxarıda yerinə yazıram 30x üstə gəl 44 vurulsun. 0,5 minus 2x bərabərdir 10,4-ə. Buradan 30x plus 22 çıx deməli 88x bərabərdir 10,4. 88x deməli 30 çıxanda 58x və 10,4 keçir 22-dən çıxılır. 10,4 22 çıxılsın 10,4 eləyir 11,6. 11,6-nı da 58-ə böləndə x bərabərdir 0,2 eləyir. Y-i də buradan tapıram. Ancaq bizə x lazımdır. Niyə? Çünki qarışqa aldehidinin kütləsini soruşur. 0,2-ni bura yazıb 30-a vuranda 6 qram eləyəcək.